İran region ölkələrinə hücum etmək niyyətində deyil. Bunu İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Larijani X-dəki hesabında yazıb. Lakin ölkələrinizdə yerləşən bazalar bizə qarşı istifadə edilərsə və əgər Amerika Birləşmiş Ştatları bu qüvvələrə arxalanaraq bölgədə əməliyyatlar keçirərsə, biz bu bazalara zərbələr endirəcəyik, deyə paylaşımda bildirilib. Bu arada İran prezidenti Məsud Pezeşkiyan xalqa müraciət edib. O, İran xalqının ABŞ və İsrailin planlarını boşa çıxaracağını diqqətə çatdırıb. Amerika Birləşmiş Ştatları və İsrailin hücumlarına baxmayaraq rəsmi Tehran tutduğu yoldan geri dönməyəcək. Biz ali lider Əli Xamneyinin yolunu davam etdirəcəyik. Ölkədə müvəqqəti rəhbərlik şurası artıq fəaliyyətə başlayıb. İran silahlı qüvvələri hücumlara qətiyyətlə cavab verəcək. Qeyd eləyək ki, bu, ABŞ və İsrailin hava zərbələri nəticəsində ölüm xəbəri yayılan Məsud Pezeşkiyanın ilk video müraciətidir. İran Xarici İşlər Naziri Seyid Abbas Əraqçı isə vurğulayıb ki, ölkədə rejim dəyişikliyi qeyri-mümkün bir missiyadır. Onun fikrincə, liderin yoxluğu və ya ölümü sistemin çökməsi demək deyil, dövlət institutları toxunulmaz qalır.